Mən süd verən ana deyiləm. Mifləri dağıdırıq. Bizim ailədə bütün qadınlarda süd az olub. Biz belə süd verən nəsil deyilik. Bunu bəzən gələcək gənc analar deyir. Onlar uşağı döşlə yedizdirə biləcəklərinə şübhə edirlər. Amma bu mifdir. Araşdırmalara görə qadınların cəmi 3% uşağa lazım olan tam süd miqdarını istehsal edə bilmir. Qalan hallarda südün az olmasının tam izah olunan səbəbləri var. Məsələn, əvvəllər uşağı dəqiq saatla yedizdirməyi tövsiyə edirdilər. Bu da döşün kifayət qədər stimullaşdırılmasına imkan vermirdi. Çox vaxt süd çatışmırdı. Tez əlavə qida vermək adət idi və adətən ana südü ilə qidalanma 1 yaşa çatmamış bitirdi. Məhz bu da süd verməmək haqqında mifin yaranmasına səbəb oldu. Çox vaxt anaya elə gələ bilər ki, südü kifayət deyil. Uşaq yeməkdən sonra narahat olur, döş yumşaq və boş kimi hiss olunur, sağanda isə az süd gəlir. Amma bunların hamısı subyektiv əlamətlərdir. Əsl vəziyyəti isə yalnız uşağın çəki artımının dinamikası göstərə bilər. Əgər o həftədə təxminən 200 qram artırsa, heç narahat olmayın, südünüz kifayət qədərdir. Uşağı əmizdirmədən əvvəl və sonra çəkməyə ehtiyac yoxdur. Bu, çox dəqiq olmayan bir üsuldur. İlk vaxtlarda həftədə bir dəfə, sonra isə ayda bir dəfə çəkiyə nəzarət etmək kifayətdir. Və bir də döşün ölçüsünün uğurlu ana südü ilə qidalandırmaya heç bir təsiri yoxdur. Ona görə də uğura inanın və şübhə etməyin. Axı, adətən öz körpəsini dünyaya gətirən hər bir ana onu döşlə qidalandıra bilər.